Səhər yeməyinə hazırlıq gedir. Sizə qeyd edeyim. Gördüğünüz bax bu dağ var ha. Bax bu dağın arxasına keçəcəyik. Tuz götürmüş diyoruz. Tamam da götürmüş. Yumurtalarım kırılıyor. Bakın ne yumurtamı yer sen şimdi burada ye. Aferin yok. Dostlar. Biz Xocavənd rayon Domu kəndi yaxınlığında ərazisində buradan Tuşçuya gelirik. Domu Tuşçusu deyirik. Yağlıvəndlərin çoxu bilir. Bu yerlərin hamısı yağlıvətlərin olub. Bax o təpədə, yamaçda gördüyüm var ha. Bax o ağaçda damı görükür. O da Aslan bəyin evidir. Onu yəni yaşlı nəsil yağlıvəndlər bilir. Yağlıvəndli olub Aslan bəy. Aslanla Domu kəndidə olan ermənilər Aslan bəyin qulqaravaşları olub orada. Yəni sonralar, yəni 200-300 il bundan qabaq. Sonralar onlar da Sovet hökuməti gəlib ora-bura məskunlaşıb, kolxoz qurulur, yaşayıblar. Biz Yağlıvəndin ərazisində, Yağlıvəndin arzumanə bir söz var, deyir, Əmrzeytdən başlamış, düz Kilsdən keçib, Lasına, Siyana qədər Yağlıvəndlərin ərazisi olub orada. Yaylağı, qışlağı. Burada Yağlıvəndin ərazisidir. Biz də 8-ə 10 dəqiqə qalıb. Artıq səhər yeməyin yeyib qurtarmışıq. Yola düzəlirik. Yolumuz Domu Tuşçusu ilə görünən dağın arxasına. Görünən dağın arxasına gedirik. Ərazidə çox gözəl çayliyotu var. Çəliyotada 2 yaşım. Yığım sonra çöp-çöpünü təmizləyərəm. Çünki bunu dənə-dənə yığmaq vaxt aparır, vaxt itkişdir. Ona görə hələ kəhliyotu, bax buranın kəhliyotusunun iyisi, dadı, tamı həqiqətən süper olur. Bura Ulu Yağlıvəndin həqiqətən məcazi mənada deyirəm, Ulu Yağlıvəndin yurtlarıdır bura. Yəni Yağlıvəndlər burada yurt salanda, burada eləyəndə hələ Qafqazda erməni yox idi. Suriyadan, İrandan, Hindistandan hələ ermənilər gəlməmişdi. Bura Yağlıvəndin yurdudur. Azərbaycan ən böyük və iri kəndlərindən biri, obalarından biri. 4 tane şəhliyotu tapdı. Hiç bağlanmasın. Yeni takılırsa. Bura ayın altından da şəhliyotu. Evet, şəhliyotun iyisine bakın. Doğrudan şəhliyotun iyisi nətər yayıldı.